Bəzən düşünürəm, insan övladı nə qədər qüsursuz, mükəmməl bir yaradışa sahibdir. Amma indi nəzərdə tutduğum qolumuz, ayağımız, orqanlarımız deyil. Onların mükəmməlliyi ayrı bir mövzudur. Biz insan övladının fitrətinə qoyulmuş mükəmməl şeylərdən biri də sözsüz ki, hisslərimizdir. Hətta bəzən bəzi hisslərimizin heç fərqinə varmadan, düşünmədən bu dünyadan köçüb gedirik. Məsələn, örnək olaraq bu kainatda çox kiçik toz dənəsi qədər olmasaq belə, bütün dünyanı, planetləri, qalaktikaları udacaq qədər böyük hisslərimiz var. Hətta örnək verim ki, nə qədər böyük olduğunu özümüz şahid olaq. Hər birimiz dünyanın bu qaça-qaça içində çox yoruluruq. Həm maddi, həm mənəvi. Məsələn, şübhəsiz heç yorulmamaq istəyərdik. Hətta elə yorulmamaq ki, durmadan qaçaq. Bütün bu dünyada yaradılmış aləmləri tək-tək gəzək. Həmçinin heç boğulmamaq da istəyərdik. Bütün dənizləri, okeanları qarış-qarış gəzib, rəngli balıqları, fərqli-fərqli bitkiləri, qüsursuz nəhəng okean aləmlərini kəşf edərdik. Bu yetməzdi. Şübhəsiz uçmaq da istəyərdik. Belə sərin havada günəşə doğru və ya gecə dənizin üstündən aya doğru. Hətta durmazdıq, kosmosa da uçub qalxardıq. Planetləri bir-bir gəzib, hər birini kəşf etmək istəyərdik. Böyük ehtimal bu da bizə bəs eləməzdi. Bütün ulduzları, qalaktikaları, gözlə görə bildiyimiz hər yerə ayaq basmaq, yaşaya biləcəyimiz hər cür hissi yaşamaq istəyərdik. Bununla belə heç ağrımamağı, kədərlənməməyi, qorxmamağı, yeməklərin ləzzətinin getməməyini, qəlbimizin qırılmamağını, bütün bunlar olandan sonra da heç ölməməyi istəyərdik. Bu saysız istəklərin hər biri fitrətimizdə var. Oturub düşündüm ki, Allah insana bu qədər ucu-bucağı olmayan istəkləri niyə qoyub? Onsuz da bu dünyada heç birini əldə edə bilmirəm. Sanki qəfəsdə olan bir quş kimi. Uça bildiyimizi bilirik, amma bu bədən qəfəsində bağlı qalmışıq. Bunun üstündən bir qədər müddət keçəndən sonra Risale-i Nur əsərlərində belə bir cümlə ilə qarşılaşdım. Əgər vermək istəməsəydi, istəmək verməzdi. Bu cümləni görəndə çaşıb qaldım. Çünki bu sual ətrafında düşündüyüm bütün fikirlərimə tək bir cümlədə cavab tapmışdım. Demək ki, bizim bu qədər sonu olmayan istəklərimizin yeri bu dünya deyilmiş. Nə bu bədən, nə də bu dünya o qədər böyük istəkləri qarşılaya bilməz. Onların yeri başqadır. İnsanın ehtiyacatı aləmin hər tərəfinə dağılmış, arzuları əbədə qədər uzanmış. Bir çiçəyi istədiyi kimi, qoca bir baxarı da istər. Bir bağçanı arzu etdiyi kimi, əbədi cənnəti də arzu edər. Sanki son olmayan bu istəklərimiz cənnətin varlığına dəlil imiş kimi bizə səslənir ki, Rəbbiniz sizə bütün bu istədiklərinizin qarşılığını verəcək. Tək onun buyurduqlarına əməl edin. Təkəbbürünüzü bir qırağa qoyub, ona həqiqi bir qul olub, onun üçün çalışın. Bütün bunları dərk edib, anlayıb, əməl edib, onun istədiyi kimi bir insan olduğunuz təqdirdə arzuladığınız hər şey sizə veriləcək. Əgər vermək istəməsəydi, bu qədər hər şeyi istəmək kimi bir hissi sizə verməzdi. Demək ki, bu hissləriniz, istəkləriniz əsas məkan əbədi olan cənnətin malıdır. Bunun fərqində olun. Bütün yediklərinizdən, içdiklərinizdən, gördüklərinizdən, eşitdiklərinizdən sonsuz, əbədi bitməyən bir zövq alacaqsınız. Bu dünya həyatı sadəcə oyun və əyləncədən ibarətdir. Axirət yurduna gəlincə isə əsl həyat odur. Kaş biləydilər. Rəbbin üçün səbr et. Şübhəsiz Rəbbin sənə verəcək, sən də razı qalacaqsan.